Xaçmaz rayonunun Qaraqurtlu kənd sakinləri illərdir bitməyən elektrik problemi səbəbindən çətin şəraitdə yaşadıqlarını deyirlər. Şimal Newsa danışan vətəndaşların sözlərinə görə, məsələ ilə bağlı Azərişıq ASC-yə son 6 il ərzində dəfələrlə müraciət edilsə də, məsələ hələ də öz həllini tapmayıb. Ərazidə yeni transformator və sayğaclar quraşdırılıb, lakin köhnə və yararsız elektrik dirəkləri, eləcə də təhlükəli vəziyyətdə olan xətlər dəyişdirilməyib. Nəticədə kənd əhalisi çıxılmaz vəziyyətdə qalaraq elektrik xətlərini və dirəkləri öz şəxsi vəsaitləri hesabına çəkməyə məcbur olub. Kənddə aşağı gərginlik səbəbindən insanların gündəlik həyatı iflic vəziyyətinə düşüb. Sakinlərin sözlərinə görə evlərdə nə soyuducu normal işləyir, nə su mühərriki, nə də digər məişət avadanlıqları. İşıq o qədər zəifləyir ki, lampalar güclə yanır. 130 volt istifadə edirik, amma 220 voltun pulunu ödeyirik, deyə kənd sakinləri narazılıqlarını bildirirlər. Onlar yaranmış vəziyyətin artıq illərlə davam etdiyini, aidiyyəti qurumların isə problemi görməzlikdən gəldiyini deyirlər. Sakinlər kənddə elektrik təsərrüfatının tam yenilənməsini, yararsız dirək və xətlərin dəyişdirilməsini, normal və təhlükəsiz enerji təminatının yaradılmasını tələb edirlər.